Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizə funksiyanın təyin və qiymətlər oblasını necə sadə və rahat üsulla tapmaq olar, onu göstərəcəm sizə. İlk öncə nəyi deyim sizə? Təyin oblasti nədir? X-in ala biləcəyi qiymətlərə təyin oblasti deyilir. Qiymətlər oblasti isə Y-in ala biləcəyi qiymətlər, yəni funksiyanın ala biləcəyi qiymətlərə qiymətlər oblasti deyilir. X-in ala biləcəyi dediyinə görə baxırıq bizə verilən funksiyaya. Bizə verilən funksiya kəsr olduğuna görə təbii ki də nə ola bilməz? Kəsrin məxrəci 0 ola bilməz. Ona görə məxrəcdəki ifadə x də gəlsin 1, fərqlidir 0-dan götürürük. X də fərqlidir nədən? Mənfi 1-dən. Normalda təyin oblastımız nə olmalıydı? Mənfi sonsuzluqdan müsbət sonsuzluq olmalıydı. Amma mənfi 1-i götürə bilməz deyə cavabımız olacaq mənfi sonsuzluqdan mənfi 1-ə birləşmə, mənfi 1-dən müsbət sonsuzluğa. İndi gəlirik qiymətlər oblastının tapılmasına. Qiymətlər oblastının tapılması qaydası buna y deyib çarpaz vurub tapmaq da mümkündür. Amma mən sizə daha praktik, daha sadə yöntəmini göstərəcəm. İlk öncə nəyə baxırıq? X-ların əmsalına. Bu x-in əmsalı nədir? 3-dür. Bu x-in əmsalı da 1-dir. 3-ü 1-ə böləndə nə olur? 3 olur. Normalda təyin oblastımız mənfi sonsuzluqdan müsbət sonsuzluq olmalıydı, amma 3-ü ala bilmir deyə götürəcəyik mənfi sonsuzluqdan 3-ə qədər, birləşmə 3-dən müsbət sonsuzluğa qədər. Bu cür videoların davamını gəlməyini istəyirsinizsə, kanala abunə olub yorum yazmağı unutmayın.